Bugün iman və əxlaq arasındakı o dərin əlaqəyə qısaca baxacağıq. Bilirsiniz, əslində kamil imanla yüksək əxlaq bunlar bir-birindən ayrılmaz şeylərdir. Biri olmadan o biri heç vaxt tam sayılmaz. Və bu, insanın mənəvi kamilliyə çatması üçün əsas şərtdir. Gəlin, indi əsas məqamlara keçək. Birincisi, əxlaq imanın üstünə qoyulan bir bəzək deyil, elə onun özüdür, özəyidir. Yəni, deyirlər ki, ən kamil mömin kimdir? Əxlaqı ən gözəl olandır. Deməli, gözəl əxlaq sadəcə yaxşı bir xasiyyət yox, imanın nə qədər möhkəm olduğunun birbaşa göstəricisidir. Təsəvvür edin, hətta Peyğəmbər öz missiyasını belə ifadə edib. Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim. Bax, bu qədər mərkəzi bir məsələdir. İndi keçək ikinci məqama. Gözəl əxlaqın əsl sınağı bilirsiniz nə vaxt olur? Çətin anlarda. Yəni, kiməsə əziyyət verməmək, sənə pislik edəni bağışlaya bilmək, hirslənəndə özünü saxlamaq və hətta pisliyə yaxşılıqla cavab vermək. Quranda da Allaha yaxın insanların əsas xüsusiyyətlərindən biri məhz bu göstərilir. Onlar bolluqda da, darlıqda da qəzəblərini udar və insanları bağışlayarlar. Və nəhayət, üçüncüsü. Bəlkə də ən çətini budur. Əsl məharət hər kəslə gözəl yola getməyi bacarmaqdır. Gəlin razılaşaq ki, yaxşı insanlarla yola getmək asandır, elə deyilmi? Əsas məsələ, xasiyyəti çətin olanlarla belə o mülayim münasibəti saxlaya bilməkdir. Məhz bu bacarıq bazən cənnətin açarı kimi təsvir edilir. Bir sözlə, kamil insan olmağa gedən yol hər vəziyyətdə göstərdiyimiz gözəl əxlaqdan keçir.